İmam Sadiq əleyhissalam buyurur ki, İnnə ulil əlbəb əlləzinə amilu bil fikrə. Buyurur ki, ağıl sahibləri o kəslərdir ki, düşüncə ilə əməl edirlər, düşünüb nəsə edirlər. Fikirləşib əməl edirlər. Beyinləri işləyir, həmişə təfəkkürdədirlər. Hətta vərisu minhu hubbəllah. Deyir, o qədər düşünüb əməl edirlər ki, axırda nə olur? Axırda Allahın sevgisi ürəklərinə daxil olur. Hubbullah narun. Hədisdir. Allahın məhəbbəti oddur. La yamurru alə şeyin illa ihtərəqa. Buyurur ki, oddur Allahın sevgisi. Nə dəydisə təmasda olsa yandırır, özündən başqa heç nə saxlanmır. Deyir ki, fikirləşib əməl eləməyə başlayır. Nəticədə gedir Allah sevgisinə çıxır bu yol. Və elə ki, Allah sevgisi qəlbə gəldi, qəlbi nuranə eləyir. Qəlb nuranə olur və Allahın lütfü sürətlə qəlbə tərəf gəlir, Allahın lütfü. Sevgi ki, daxil oldu, Allahın lütfünü çəkir, gətirir. Deyir, elə ki, sevgi ürəyinə daxil oldu, Allahın lütfü gəldi, nə olur? Bu, faydalı insan olur. Bunun hər işi faydalı olur, həm özünə, həm başqalarına. Yəni, vücudu başdan ayağa xeyrə çevrilir bu adamın, faydaya çevrilir. Faydalı olanda nə olur? Danışdığı hikmət olur. Nə deyirsə hikmətlidir. Nə danışırsa hikmətdir. Yəni, nə dedisə, məna var sözündə. Belə adam tanıyırsınız? Mən tanımıram. Amma var belə adamlar, tapmaq lazımdır. Bəzən cəmaatın içindədir. Ağzını açır danışmağa dür tökülür. Hikmət, hər sözü hikmətlidir. Hər sözü.